seven olan hala bağlar gider, kız seven olan hala bağlar gider. Ağaçta olma yalağı kırmızı, ağaçta olma yalağı kırmızı. Derse beteyi onu baban kızı, derse beteyi onu baban kızı. Buna görə, yəni bunu deyəsiz gündəyə bağlamışam. Başlarını kəsmişəm, kəsdiyim üçün oradan hava çıxmasın deyə, həm yağış damcıları olmasın deyə, yəni bağlamışam. Kim necə calaq vurursa, Allah işlərini avan diləsin, hər kəsin rüzusunu bol etsin. Mənim də əlimdən gələni bax budur, yəni mən belə bir calaq edirəm. Bu da son. Bu alma ağacıdır. Cır almaya belə bir calaq etdim. 15 yaşımdan, 15-16 yaşımdan belə calaq edirəm. Ağac calamışam. Hamısı da bu növlərdə etmişəm. 30 illik mən calaq növlərini edirəm. Yəni elədiyim calaqlar bax bunlardır, beləncə bir calaqlardır. Nəticəsi də göz qabağında olur inşallah. Hər bir şeydə yaxşı olacaq. Bu da başqa sort alçasıdır. Qırmızı yarpaqlı alçasıdır. Bir qohumdan almışam. Allah onun canını sağ etsin. O mənə verdi bu qırmızı yarpaqlı alçanı. Bunu calaq vuranda, daha doğrusu tumurcuqluydu. Tumurcuqluydu. İndi isə yarpağı üstündədir. İnşallah yaxşı olar Allahın köməyinə. Bax bu cür calaq etmişəm. Hər kəsə xeyirli günlər qismət olsun. Əziz izləyicilər, bu gördüyünüz calaq çəpinə yarıldı. Bu çəpinə yarıldığına görə mən nə etməliyəm? Təbii ki, bu mən iplə, bu yaşıl iplə burasını sıxıb, yəni bunu qida alsın deyə onu mən elə bir iplə sıxacağım və yaxşı alınlar. Və beləncə 3 haçalı oldu. Yəni belə fərq etmir. 3 haçalı, 2 haçalı. Nə cür desin də eləncə bir aldıra bilir. Gördüyünüz bu calaq keçənki calaqdır. Bunu da 2 haçalı vurmuşdum. Bax qaydası da bax belədir. Bax budur. Yəni bitib. İnşallah bir an da dəstək qoyacağım. Belə bir yəni dik qalxsın. İnşallah bu da bunun da vəziyyəti yaxşı olar. Bizlər iplə bağladım. Sıxdım tamam. Yəni indi də gillə belə gilləyirəm ki, möhkəm tuturam ki, buradan hava keçməz. Əslində harlama ilə getsə də bu harlama bir müddət olur. Ondan sonra o qurumağa da doğru gedir. Ona görə nə etməlisiniz? Təbii ki, belə bir cığaranın üstündən su çilirsiniz və su çiliyəndən sonra buralar islandı. Yəni belə quluşqu ilə və yaxud nə iləsə belə su, yəni lesan kimi etməyin. Səngi kimi olsun ki, yəni buralar sulansın və sulanandan sonra həmən o cığaranın altı nəmləşəcək. Təxmini bunu da hansı saatlarda etməlisiniz? Təbii ki, bu da bir günortadan sonra saat 4 ilə 5 aralarında, yəni bu vaxtlar etməlisiniz. Həftədə 2 dəfə yəni etsəz daha yaxşı olar. Çox da sulanmayın, çünki orada hansı bir yerəsiz ziyanı vura bilər. Bu qədər, sağ olun.